bürcü 27 yanvar 2026-cı il. Səbirli olun. Nə ilə məşğul olmağınızdan, nə planlaşdırmağınızdan asılı olmayaraq istədiyiniz nəticəni tez əldə etmək çətin olacaq. Amma bu narahatlıq üçün səbəb deyil. Sadəcə şərait elə formalaşacaq ki, uyğun məqamı sakitcə gözləmək lazım gələcək. Əvvəlcə gecikmələr əsəbləşdirici görünə bilər, amma az sonra məlum olacaq ki, onlar hətta faydalıdır. Hazırlıq üçün əlavə vaxt qazanacaqsınız, vacib detalları görəcəksiniz və tələskənlikdən yarana biləcək səhvlərdən yayınacaqsınız. Günün əvvəlində cari tapşırıqların həllinə fokuslanmaq, hər şeyin qaydasında olduğuna əmin olmaq və xırda işlərin vaxtında bitirildiyini yoxlamaq daha yaxşıdır. Sonra daha məhsuldar bir mərhələyə başlayacaq. Bu vaxt oxumaq, ixtisası artırmaq və yeni biliklər mənimsəmək üçün uyğundur. Vacib məlumat asanlıqla qavrayacaq. Nəzəri olaraq işə yaraya biləcək hər şeyi yadda saxlayacaq. Müxtəlif faktlar arasında əlaqələri tez tapacaqsınız. Çətin bir mövzunu anlamaq, yeni proqram öyrənmək, sənədləri gözdən keçirmək və qarşıdakı tapşırığa hazırlaşmaq lazımdırsa, bunu adətən olduğundan daha tez bacaracaqsınız. Buğa bürcü 27 yanvar 2026-cı il. Günün başlanğıcı uğurlu olacaq. Başqa vaxt daha çox vaxt və enerji aparacaq işlərin öhdəsindən gələcək, əsas məsələyə fokuslana biləcək və xırda şeylərdən yayınmayacaqsınız. Səliqə və detallara diqqət tələb olunan yerdə çətin ki, kimsə sizi qabaqlaya bilsin. Siz dəqiq, inamlı və sürətli hərəkət edəcəksiniz və bu əla nəticə verəcək. Sonra istirahət və ünsiyyət üçün əlverişli vaxt gələcək. Yaxınlarla vaxt keçirə, dostlarla görüşə, xoş bir məşğuliyyətlə məşğul ola və ya məhsuldar səhərdən sonra biraz dincələ bilərsiniz. Fikir ayrılıqları mümkündür, amma siz ətrafdakıları asanlıqla haqlı olduğunuza inandıracaqsınız və heç kim inciməyəcək, narazı qalmayacaq. Əkizlər bürcü 27 yanvar 2026-cı il. Darıxmağa qətiyyən vaxt olmayacaq. Yeni imkanlar açılacaq və siz onların heç birini əldən verməməyə çalışacaqsınız. Perspektivli bir layihəyə qoşulmaq, köhnə bir planı həyata keçirmək və ya faydalı bir tanışlıq qurmaq şansı yarana bilər. Bəzi əkizlər maraqlı nələrsə danışacaq və ya ideyalarınızı dəstəkləyəcək insanlarla ilham verici görüşlər gözləyir. Siz açıq və mehriban ovqatda olacaqsınız. Bu da yaxşı təəssürat yaratmağa kömək edəcək. Həmkarlar, rəhbərlik və işgüzar tərəfdaşlarla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Fikir ayrılıqları və mübahisələr keçmişdə qalacaq. Ümumi ab-hava daha sakit və etibarlı olacaq. Uzun müddət ortaq dil tapa bilmədiyiniz bir insanla əlaqə qurmaq alınacaq. Çətin mövzuları müzakirə edəcək, bir-birinizi eşidəcək və birgə addımlar barədə razılığa gələcəksiniz. Xərçəng bürcü 27 yanvar 2026-cı il. Əsas çətinlik nəyə birinci başlamağa qərar vermək olacaq. İşlər adət etdiyinizdən çox olacaq və hamısı vacib görünəcək. Buna görə prioritetləri müəyyənləşdirmək asan olmayacaq. Əvvəlcədən plan tərtib edənlər vaxtını mənasız qaça-qaça keçirib bir işdən o birinə tullanmaq riski daşıyırlar. Günün sonunda isə bacardıqlarından az iş gördüklərini düşünüb özlərindən narazı qala bilərlər. Ona görə də mümkün qədər tez qərar verin və düşünün. İndi mütləq nə edilməlidir, nəyə isə sonra qayıdacaqsınız. Gün diqqətli, ardıcıl və başladığını sona çatdırmaq, bacarığı tələb edən tapşırıqlar üçün uyğundur. Sənədlər, hesablamalar, detalları dəqiqləşdirmək, şərtləri razılaşdırmaq və material hazırlamaq işlərinin öhdəsindən gələcəksiniz. Danışıqlar planlaşdırılıbsa, əvvəlcədən nə demək istədiyinizi düşünüb inandırıcı arqumentlər hazırlamağınız faydalı olacaq. Şir bürcü 27 yanvar 2026-cı il. Hətta çox tələsməsəniz də xeyli iş görəcəksiniz. Bir çox problemdən yayınmaq üçün öz maraqlarınızı ön plana qoymağınız yetərli olacaq. Ətrafdakılar bəzən köməyinizə ehtiyac duyacaqlar, amma başqalarını razı salmaq üçün öz işlərini kənara qoymağa dəyməz. Prioritetləri düzgün müəyyənləşdirən şirlər təkcə planlaşdırdıqlarını etməyəcək, həm də tamamilə yeni layihələrdə iştirak etmə imkanı qazanacaqlar. Pullarla bağlı ciddi problem gözlənilmir. Maliyyə məsələlərini sakitcə həll edəcək, nəyə pul xərcləmək olar, nəyə isə qənaət etmək lazımdır. Bunu tez müəyyənləşdirəcəksiniz. Böyük sürprizlər gözlənilmir, amma xırdalıqlara diqqət yetirmək, mümkün qədər impulsiv xərclərdən qaçmaq yaxşıdır. Qız bürcü 27 yanvar 2026-cı il. Səbirli olun, işlər adət etdiyinizdən daha yavaş irəliləyəcək. Yeni tapşırıqlar daha çətin çıxacaq və onların öhdəsindən gəlmək üçün israrlı olmağınız lazım gələcək. Yolda gözlənilmədən maneələr yarana bilər. Nəyinsə planlaşdırdığınız kimi getmədiyi vəziyyətlər istisna deyil. Bu çətinlikləri tək başına aşmağın yolunu tapmalı olacaqsınız. Çünki kənardan yardım minimum olacaq. Çətin ki, kimsə sizə yaxşı məsləhət versin və ya öhdəliklərinizin bir hissəsini üzərinə götürsün. Ona görə də ilk növbədə öz gücünüzə və təcrübənizə arxayın olun. Əgər vacib
kreativ işlərlə məşğulsunuzsa, riskli eksperimentlərdən uzaq durmağa çalışın. İndi yoxlanmamış yanaşmaları sınamaq, şübhəli layihələrə pul yatırmaq və ya spontan qərarlar vermək məsləhət deyil. Ehtiyatla hərəkət edin və tələsməyin. Onda hər şey alınacaq. Tərəzi bürcü 27 yanvar 2026-cı il. Gün gərgin olacaq və işlər sizin istədiyinizdən daha çox çıxacaq. Xeyli vaxt darıxdırıcı işlərə, başqalarının tapşırıqlarını yerinə yetirməyə və ya başqalarının buraxdığı səhvləri düzəltməyə gedəcək. Bunun sayəsində təcrübə qazanacaqsınız. Sadəcə o tezliklə yox, bəlkə də bir neçə ay sonra və ya daha sonra oxşar vəziyyətlə qarşılaşanda işə yarayacaq. Ona görə əmin olun, enerjinizi boş yerə xərcləməmisiniz. İşdə fikir ayrılıqları mümkündür. Bəzi tərəzilərə əvvəllər çox yaxşı yola getdikləri həmkarlarla belə ortaq dil tapmaq çətin olacaq. Xırda münaqişələr və ya sizi xoşagəlməz şəkildə təəccübləndirən söz, hərəkətlər ola bilər. Tələsik nəticə çıxarmayın, düşünmədən qərar verməyin. Vəziyyəti anlamaq üçün biraz vaxt lazım olacaq. Əqrəb bürcü 27 yanvar 2026-cı il. Uğur qazanmaq üçün işləməyə hazır olun. Bir çox işdə pis nəticələr əldə edə bilərsiniz, amma bunun üçün çətinlikləri aşmaq lazım gələcək. Səbirli və israrlı olsanız, şərait necə olur olsun, irəli getməyə çalışsanız, ən cəsarətli ideyalar belə həyata keçirəcəksiniz. Gələcək uzaq vaxtlarla bağlı bəzi vacib qərarlar qəbul etmək lazım gələ bilər. Çətin ki, kimsə sizə yaxşı məsləhət versin. Ətrafdakılar vəziyyəti dərindən anlamağa aciz qala bilərlər. Ona görə özünüzə, təcrübənizə və intuisiyanıza arxayın olun. Qərarı emosiyalara və ya kənar təzyiqə qapılmadan versəniz düzgün olacaq. Oxatan bürcü 27 yanvar 2026-cı il. Gün pis keçməyəcək, amma bəzi gərgin anlar mümkündür. Yeni bir işə başlamaq, üfüqlərinizi genişləndirmək, çoxdan maraqlandığınız sahədə özünüzü sınamaq üçün əlverişli şərait yaranır. İşgüzar görüşlər uğurlu olacaq. Uzun danışıqların müvəffəqiyyətlə tamamlanması ehtimalı var. Sizə işə yanaşmanı necə dəyişmək barədə məsləhət verilə. Adi tapşırıqlara başqa gözlə baxaraq bir çox oxadan qeyri-standart həllər tapacaq və həmkarlarını təravətli ideyalarla təəccübləndirəcək. Bugün həmkarlarınız sizin köməyinizə və məsləhətlərinizə adət etdiyinizdən daha çox ehtiyac duyacaqlar. Həmçinin aydınlaşa bilər ki, yaxınlarda kimsə çətin bir dövrdən keçir və ya öz gücünə şübhə edir. Sizin dəstəyiniz əvəz olunmaz olacaq. Oğlaq bürcü 27 yanvar 2026-cı il. Gün bir neçə yeni iş tapşırığı gətirəcək və onların hər biri diqqət tələb edəcək, amma onları eyni anda həll etməyə çalışmayın. Ardıcıl hərəkət etsəniz, daha yaxşı nəticə alacaqsınız. Bir çox oğlaqlar bugün tələsməyə meyilli olacaqlar və buna görə nə isə gözdən qaçırmaq riski var. Halbuki sizin adətən düşünülmüş yanaşmanız bir çox gərgin məqamdan yayınmağa və yükü azaltmağa kömək edəcək. Axşam iş və ya şəxsi biznesin inkişafı ilə bağlı təravətli və perspektivli ideyalar yaranacaq. Mütləq yazın. Yaxın gələcəkdə onlar maraqlı layihələrin əsasına çevrilə bilər. Şəxsi münasibətlərdə müsbət tendensiyaların təsiri üstün olacaq. Yaxınlarla ünsiyyət sizi sevindirəcək. Romantik görüşlər gözlədiyinizdən də yaxşı keçəcək. Ailədə yığılıb qalmış çətin mövzular varsa, onları sakit və konstruktiv şəkildə müzakirə etmə imkanı yaranacaq. Münaqişə və qarşılıqlı inciklik olmadan hamını qane edən həll yolu tapa biləcəksiniz. Dolça bürcü 27 yanvar 2026-cı il. İntuisiya sizə dəyişikliklərin uzaqda olmadığını deyəcək və yanılmayacaq. Siz yenilələrə hazır olduğunuzu hiss edəcəksiniz. Özünüzə inam isə istənilən tapşırığın öhdəsindən gəlməyə kömək edəcək. Çətin və qeyri-standart işləri həll edəcək. Həm sizi, həm də həmkarlarınızı təəccübləndirən orijinal qərarlar tapacaqsınız. İdeyalarınızı təklif etməkdən çəkinməyin. Kiməsə həddindən artıq cəsarətli görünsə belə mütləq dəstək alacaqsınız. Şəxsi həyatda bəzi vacib hadisələr istisna deyil. Diqqətinizi çəkəcək yeni bir tanışlıq mümkündür və o tezliklə sizin üçün əhəmiyyətli bir şeyə çevrilə bilər. Yeni münasibətlərə açıqsınızsa diqqətli olun. Maraqlı bir insan tam gözlənilmədən qarşınıza çıxa bilər. Bugün başlayan romantik hekayə parlaq və qeyri-adi olmağa söz verir. Dostlar və yaxınlarla ünsiyyət əhvalınızı qaldıracaq. Bəzi dolçalar üçün ilham mənbəyinə çevriləcək. Balıqlar bürcü 27 yanvar 2026-cı il. Gün son vaxtlar özünü çox rahat hiss etməyən, əvvəllər etdiyi seçimin düzgünlüyünə şübhə edən balıqlar üçün yeni imkanlar açacaq. Hara doğru getməyin daha yaxşı olduğu və vəziyyəti yaxşılığa doğru dəyişmək üçün nə etmək lazım gəldiyi aydınlaşacaq. İşdə sizə çeviklik və dəyişən şəraitə tez reaksiya vermək bacarığı lazım olacaq. Hər şey plan üzrə getməyəcək, amma siz vəziyyətə də tez yön tapacaq, prioritetləri yenidən müəyyənləşdirəcək və uğur qazanacaqsınız. Gərgin anlarda intuisiyanıza qulaq asın və ətrafdakılara diqqətlə baxın. Siz
başqalarının görmədiyini sezəcəksiniz. Həmkarların əsl niyyətini, tərəfdaşların deyilməmiş fikirlərini, bugün qərarlar verməyə və etibarlı müttəfiqlər tapmağa kömək edəcək.